Mete və doğma sevən şirlər kralı. Bir gün Mete səhər yuxudan duran kimi anasına dedi: "Ana, bugün yarpaq dolması bişirəcəksən?" Anası gülərək dedi: "Mete, səhər yeməyində də dolma olmaz axı." Mete çiyinlərini çəkdi. "Onda günortaya qədər gözləyərəm." Leo da yanında oturmuşdu. O da elə baxırdı ki, güya deyirdi: "Mənə də bir dənə düşər." Anası gülməyə başladı. "Siz ikiniz də eynisiniz." Səhər yeməyindən sonra Mete həmişəki kimi anasına kömək etdi. Oyuncaqlarını yığdı, süfrəni düzəltdi, Leo üçün su gətirdi. Anası onun başını sığalladı. "Mənim köməkçi oğlum." Sonra birlikdə həyətə çıxdılar. Hava çox isti idi. Mete, "Leo, hovuza." Leo elə sürətlə qaçdı ki, ayağı sürüşdü və şap deyə suya düşdü. "Leo, sən məni gözləmədin." İkisi də hovuzda oynamağa başladılar. Birdən hovuzun ortasından baloncuqlar əmələ gəldi. Su parıldadı. Sonra nəhəng, qızılı bir şir suyun içindən çıxdı. Şirin yalı günəş kimi parıldayırdı. Leo qorxub Mete'nin arxasında gizləndi. Şir gülümsədi. "Salam Mete." Mete təəccüblə soruşdu: "Sən məni haradan tanıyırsan?" Şir güldü. "Axı sən də şirsən." Mete çaşdı. Mən uşağam." Şir qəhqəhə çəkdi. "Sən şir bürcüsən. Ona görə bütün şirlər krallığında sənin haqqında danışırlar." Mete təəccüblə Leo'ya baxdı. Leo da elə baxırdı ki, sanki deyirdi: "Mən bunu bilirdim." Şir onları sehirli meşəyə apardı. Orada yüzlərlə balaca şir oynayırdı. Hamısı Mete'ni görən kimi qışqırdı: "Mete gəldi! Hovuz çempionu gəldi! Dolma ustası gəldi!" Mete gülərək dedi: "Ay, mən nə vaxtdan dolma ustası olmuşam?" Balaca şirlər cavab verdi: "İnternetdə görmüşük." Hamı gülməyə başladı. Birdən şirlər kralı gəldi. Amma çox kədərli idi. "Mən heç nə yeyə bilmirəm." Hamı bir-bir yemək gətirdi. Ət, balıq, toyuq. Kral başını buladı. Mete sakitcə dedi: "Məncə problem bunlardadır." Hamı təəccüblə baxdı. Mete dedi: "Heç yarpaq dolması vermisiniz?" Bütün şirlər eyni anda: "Dolma?" Az sonra nəhəng qazanda yarpaq dolması hazırlandı. Şirlər kralı bir dənə yedi. Sonra birini də, sonra onunu da. Axırda qazanın içinə baxıb dedi: "Başqası yoxdur." Bütün şirlər gülməkdən yerə uzandılar. Elə bu vaxt Leo gizlicə masanın üstünə qoyulmuş şokolad tortunu iyləməyə başladı. Burnunu torta yaxınlaşdırdı. Biraz da plop! Burnu kremin içinə girdi. Leo ağappaq krem içində Mete'yə baxdı. Mete gülməkdən yerə oturdu. Şirlər isə qəhqəhə çəkdilər. Şirlər kralı dedi: "Mən hələ belə gülməli ad günü görməmişəm." Sonra hamı birlikdə hovuz şənliyi etdi. Şirlər üzməyi Mete'dən öyrəndilər. Leo isə hamını su ilə isladırdı. Gün batanda şirlər kralı böyük bir sandıq gətirdi. Sandığın içində qızıl medal var idi. Medalın üstündə belə yazılmışdı: "Ən cəsur və ən mehriban balaca şir Mete." Kral medalı Mete'nin boynundan asdı və dedi: "Sən qəhrəman edən təkcə cəsarətin deyil, anana kömək etməyin, dostlarına sahib çıxmağın və mehriban ürəyindir." Elə həmin an göydə rəngbərəng fişənglər açıldı. Nəhəng şokolad tortu gətirildi. Hamı birlikdə oxumağa başladı. "Ad günün mübarək Mete." Mete gözlərini yumub
arzu tutdu. Gözlərini açanda isə Leo artıq tortun bir kənarını yeməyə başlamışdı. Mete başını buladı. Leo, sən heç dəyişməyəcəksən. Leo quyruğunu yellədi. Sanki deyirdi, ad günündə kalorilər sayılmır. Elə bu vaxtı göydən 3 alma düşdü. Birinci almanı Mete tutdu. İkinci almanı Şirlər kralı tuttu. Üçüncü alma isə düz Leonun burnuna dəydi. Leo almanı havada tutub bir dişlədi. Hamı yenə də gülməkdən özünü saxlaya bilmədi. Nağlımız da burada şirin bir gülüşlə sona çatdı. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Doğum günün mübarək Mete.